Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Bugünkü dərsimiz qıslama, bullying olacaq. Bullyingin qarşısının alınması yolları olacaq. Sual verə bilərsiniz ki, bullying nədir? Bullying ümumiyyətlə, əslində bu mövzu barədə çox geniş danışmaq olar. Məktəbdə biz danışırıqsa şagirdlərin bir-birinə qarşı olan qıslama şəklinə biz bullying deyirik. Yəni bu mövzunu ailədə, məktəbdə, ümumiyyətlə cəmiyyətdə, yəni insanların bir-birinə qarşı göstərdiyi zorakılıq davranışlarından biri olan bir bəhsdir. Bullying zarafat deyil, bullying adi bir mübahisə də deyil, yəni konflikt də deyil. Bullying bir insanın başqa bir insana davamlı şəkildə alçaltmasıdır, qorxutmasıdır, psixoloji zorakılığın nəticəsidir, təhqir etməsidir. Yəni fiziki zərər verməsinə biz bullying deyəcəyik. Mövzunun əsas məqsədi bundan ibarətdir ki, yəni mövzumuzun məqsədi ondan ibarətdir ki, yəni bullyingin nə olduğunu anlayaq. Yəni onu hansı formada öyrənəcəyik. Eyni zamanda bullyingin insan həyatına təsirinə baxaraq, bullyingin qarşısını almağa baxaq. Məktəbdə təhsildə, yəni təhlükəsiz psixoloji, sosial mühit yaratmaq vacibdir. Yəni bu mövzu xüsusilə də şagirdlər, müəllimlər, yəni müəllimlər üçün vacib mövzular sırasındadır. Bir çox hallarda bullying gizli şəkildə baş verir və gizli şəkildə də baş verir, uzun müddət hiss olunmur. Nəticə isə uşağın psixologiyası pozulur, təhsili, gələcəyi ciddi zərər alır. Biz başlanğıcda, dərsin ilk başlanğıcında şagird olan baxaq burada. Rebecca Sedgwickə baxırıq. İlk bullying bunun üzərində qurulmuşdur. Hadisə 12 yaşı olan Rebecca Sedgwickdən başına gəlib bu hadisə. Deməli, ABŞ-da baş vermişdir bu hadisə. Hadisənin qısa mazmunu belə deyilir ki, Rebecca 12 yaşında olanda, 12 yaşından başlayaraq məktəbdə sosial mediada davamlı şəkildə təhqirlərə məruz qalırmış və onu alçaldırlarmış, ələ salırlarmış, psixoloji təzyiq göstərilərmiş. Yəni bu təzyiqdən o qədər güclü olur ki, yəni Rebecca ağır bir depressiyaya düşür. Yəni bir müddət xəstəxanada yerləşdirilsə də, ona qarşı edilən verbal və psixoloji bullyinglər davam edir. Davam etdiyini uzun müddət bu psixoloji təzyiq müddətində, yəni Rebecca intihar etmişdir. Yəni bu hadisə bizə bir dərs verir. Günümüzdə də belədir də. Günümüzdə də baş verən, məktəbdə baş verən, real həyatda baş verən hadisələrdən biz özümüzə dərs götürürük və bu Rebecca'nın başına gələn hadisədən sonra biz özümüzə bir nümunə götürürük ki, sözlə edilən zorakılıq da təhlükədir. Bullying insanın psixologiyasını dağıda bilir. Biz bunu öyrənmiş oluruq. Sosial mediada edilən təhqirlər də real həyatda da ciddi təsir edir. Bullying bəzən insanı ümidsiz vəziyyətə də sala bilir. Yəni vaxtında müdaxilə edilməsə, çox faciəli bir nəticə ola bilər. Hansı ki, Rebecca kimi intiharla nəticələnə bilər. Məsələn, buradan bir nəticədə çıxardırıq ki, yəni bullying adi bir zarafat deyil, psixoloji zorakılıqdır. Yəni insanı bir növ içərdən parçalayan bir prosesdir. Uşaqların davranışlarında dəyişiklik olduqda, yəni biz buna mütləq diqqət etməliyik. Məktəb, ailə, cəmiyyət birlikdə hamı buna müdaxilə etməlidir. Bir daha deyirik, bullying nədir? Bullying bir şəxsin və yaxud qrup şəklində də ola bilər, qrupun digər bir şəxsin davamlı şəkildə incitməsidir, alçaltmasıdır, onu qorxutmasıdır, ona psixoloji və fiziki zərər verməsinə deyilir. Bullying əsasən davamlılıq prinsipi var, hansı ki, bullying bir dəfə baş verən hadisə deyil. Bu davamlı təkrarlanan bir prinsipdir. Məsələn, hər gün bir uşağın lağa qoyulması. Tutaq ki, sinifdə bugün Əhməd lağa qoyulur, sabah Səhra lağa qoyulur. Həmişə eyni, yəni bu davamlı olaraq eyni uşağı sən bacarıqsızsan, sən balaca boysan deyilməsi. Məsəl üçün, şagirdi neyinir? Davamlı şəkildə təkrarlanır. Buna görə davamlı, yəni güc bərabərsizliyi var. Bu hansı bullying edən tərəf var ki, özünü daha güclü hesab edir. Bir də bunu deyim sizə, bullying edən şəxsi biz bully deyirik. Yəni yadınızda saxlayın. Yəni bullying edən tərəf, yəni özünü güclü hesab edir və bu güc, yəni
Yəni maddi imkanına görə, yaş fərqliyinə görə üstün ola bilər bu. Yəni belə deyə bilərik ki, bir sinifdə çox məşhur olan şagird tutaq ki, utancaq bir uşağı hər gün ələ salır. Burada bir sosial güc fərqi var, düzdürmü? Yəni o məşhurdur, o maddi imkanı çoxdur, çox yaxşıdır və bədənci o digərindən çox güclüdür, gücü var. Başlayır ona ələ salmağa. Bu artıq güc bərabərsizliyinə aid edilir. Zərər vermək məqsədi edilən bullying var. Ümumiyyətlə bullying edən şəxs qarşı tərəfi incitdiyini bilir. Bəzən zarafat edirəm desə də qarşı tərəfin pis olduğunu görə onu başlayır bullying etməyə. Buna görə biz bullyingi növlərinə arayacağıq. Bullyingin növləri təsnifatı var. Təsnifatı 4 təsnifatı var. Bir var məqsədinə görə bullying var. Bir var davranışına görə. Bir də var ki, bir var birbaşa təsir etmək, bir də var dolayı yollar. Əsasda, axırda da var ki, xüsusi növ bullying. Biz ilk öncə başlayacağıq məqsədinə görə. Məqsədinə görə bullyingin baxırıq. Məqsədinə görə bullying iki cür olur. Məqsədli bullying var, məqsədsiz bullying var. Məqsədli bullying odurdur ki, məqsəd yönlü şəkildə edilir, bilərəkdən edilir. Şagird bunu bilərəkdən edir. Bilir ki, qarşısındakı şəxs başa düşür, inciyir, bunu qəsdən edir. Bu zaman şagird alçaldır, qorxudur, psixoloji sarsıntı yaşaya bilir. Məsələn, bir şagird başqa uşağa bilərəkdən hər gün lağ edirsən. O bilir ki, bu şagird inciyəcək də. Bu bilir, məqsədli şəkildə edir. Bildiyi halda edir. Yəni buna məqsədli bullying deyirlər. Sonra var ki, məqsədsiz bullying. Məqsədsiz bullyingdə yəni düşünülməmişdir. Məsəl üçün belə deyək ki, etdiyi hərəkətin qarşısında nə qədər zərər verdiyini bilmir, başa düşmür də, hiss eləmir bunu. Amma davranış nəticə olaraqdan zərər verir. Məsəl üçün görür ki, məktəbdə uşaq bir-birini vurubdur, təsadüfi bir hadisə olubdur. Deyirsən, niyə yoldaşını vurdursan? Deyir ki, istəmədən oldu. İstəmədən ona zərər verirsən. Yəni bu məqsədsizdir. Məsəl üçün belə deyək ki, sən sinif yoldaşın Arifə hər gün nəsə zarafat edirsən, ona hansısa bir ad qoşursan, amma onu düşünməmiş edirsən də, yəni məqsədsiz edirsən. Sən elə bilirsən ki, o onun xoşuna gəlir, amma sən demə onun xoşuna gəlmirmiş. Onun da yəni pisinə gəlmiş, pis təsir bağışlayırmış. Məsəl üçün sən hər gün gəlsən dostunun Akifin çiyninə bir dənə belə şillə vurursan, elə bilir zarafat edirsən özün-özünə, amma məqsədli deyil, bu məqsədsizdir. Sən elə bilirsən ki, onun xoşuna gəlir, amma onun xoşuna gəlmirmiş. Məsəl üçün bir qrup uşaq şirin kök uşağa bir şirin kök deyə müraciət. Sən şirinsən, topboşsan, minnoşsan deyirlər, amma qarşı tərəf ona elə başa düşmür. Qarşı tərəf ona kök olduğuna görə zarafat etdiklərini başa düşür. Yəni şagirdlər əksinə bura məqsədsiz, düşünülməmiş bullying edirlər. Bu zaman nə olur? Bu zaman həmin uşaq özünü pis hiss etmiş olur və bu da bullying sayılır. Və burada tədris bullyingini görürük. Tədris bullyingi nə deməkdir? Tədris bullyingi vacib bir hissədir, bölmədir. Yəni bəzən müəllim özü fərqində olmadan şagirdə qarşı psixoloji təzyiq yarada bilər. Həmişə eyni uşağı danlaya bilər, sinif qarşısında onu alçalda bilər, digər uşaqlarla bunu eyni şeylə bəs əla sala bilər. Yəni bu kimi davranışlar şagirdə olan inamını məhv edə bilər. Tədris bullyinginin nəticələri nədən ibarətdir? Şagird məktəbdən soyuya bilər, dərsi danışmağa qorxu yarana bilər, özünü bacarıqsız hiss edə bilər, sosiallaşmaqdan çəkinə bilər, depressiya yana bilər. Yəni bu hamısı tədris bullyinginə aiddir. İkinci təsnifata aid idi. Bullyingin göstərdiyi davranışa görə bullyingin növləri. Biz burada fiziki bullying, qeyri-fiziki bullying görürük və qeyri-fiziki bullyingin özünün növləri var. Birinci fiziki bullyingdən başlayaq. Fiziki bullying dedikdə fiziki güc tətbiq olunur. Yəni şagird kimisə vurması, saçını kəsməsi, çantasını cırması, əşyasını sındırması, şagird bir-birinin yolunu kəsməsi, əşyalarını sındırması, qapının üzərinə bağlaması. Hamısı bu fiziki bullyingdir. Fiziki bullyingin nəticələri nə ola bilər? Məsələn, bədən xəsarətləri ola bilər, məktəb qorxusu ola bilər, şagirddə özünü zəif hiss edə bilər. Yəni stres altında yaşaya bilər. Məsələn, bir uşaq hər gün tənəffüsdə digər uşağın yeməyini əlindən alır.
Bu fiziki bullyingdir. Bir uşaq daima digərinin başına vurur. Bu fiziki bullyingdir. Qeyri-fiziki bullyingdə isə ümumiyyətlə fiziki təmas yoxdur, amma psixoloji zərər daha güclüdür də. Daha fərqli. Deməli, qeyri-fiziki bullyingin də 3 növü var. Verbal, qeyri-verbal və sosial var. Verbal nədir? Burada sözlə edilən bullyingdir. Məsələn, qarşı tərəfi təhqir edirsən, ləqəb qoyursan, tutaq ki, tutaq ki, balaca boyda deyirsən ki, cırtdan və yaxud da təhqir edirsən, təhqiramiz sözlər deyirsən, alçaldırsan, hədə qorxu gəlirsən, masxaraya qoyursan, bu verbal bullyingdir. Deyirsən ki, sən heç nə bacarmırsan və yaxud da sən çox çirkinsən, səninlə heç kim dost olmaq istəməz. Bu kimi ifadələr hamısı verbal bullyingə aiddir. Ümumiyyətlə verilen verbal bullyingin təsiri ondan ibarətdir ki, bəzi insanlar düşünürlər ki, tutaq ki, qarşı tərəfə sözlə edə bilərsən, amma davamlı təhqir etmək özünə inamı azaldır, özünə inamı məhv edir, insan içinə qapanmağa məcbur edir, özündə orada travma yaradır. Buna səbəb olur. Qeyri-verbal bullying isə söz olmadan edilən alçaldıcı davranışlara deyilir. İstehzalı baxış, əl-qol hərəkətləri və yaxud göz çevirmək, mimika, gülüş obyektinə çevirmək. Tutaq ki, sinifdə bir uşaq danışanda hamı bir-birinə baxıb gülür. Sakitcə hamı gülür və yaxud da göz qaşla belə. Yəni bu qeyri-verbal bullyingdir. Sosial bullyingdən danışaq. Sosial bullying insanın cəmiyyət tərəfindən təcrid olunmasına deyirlər. Məsələn, tutaq ki, fiziki tərbiyə dərsində hər kəs oynayır, amma uşağı oyuna çağırmırlar. Bu sosial bullyingdir. Qrupdan kimisə çıxartmaq, hamı ona qarşı, sinifdə uşaqları ona qarşı yönləndirirlər. Yəni dostluqdan uzaqlaşdırmaq. Məsəl üçün, sinifdə bütün uşaqlar bir uşağın ad gününə çağırır, amma bir uşaq çağırılmır. Bu nəfərin çağırılmaması əsası olur, sosial bullying olur. Yəni sosial bullying ona görə təhlükəlidir ki, insan özünü dəyərsiz hiss eləyir, tək hiss eləyir, yəni sevimsiz, sevilməyən hiss eləyir. Bu da depressiyaya səbəb olar sosial bullyingdə. Bu saydıqlarımız hamısı sosial bullyingin əlamətləri idi. Daha sonra isə bullyingin təsnifatının 3-cü qolu var idi ki, təsirinə görə, təsir formasına görə bullying vasitəli olur, vasitəsiz olur. Vasitəsiz deyəndə bullying birbaşa edilir. Kiminsə üzünə qarşı təhqir edirsən, kimisə vurursan, kimisə itələyirsən, bu birbaşa olan bullyingdir. Bir də var ki, vasitəli, yəni sən bunu özün etmirsən, bu bullyingi sən dolayı yolla qarşı tərəfə edirsən. Yəni, məsələn, başqa yoldaşını doldurursan, ona qarşı qeybəti yayırsan, saxta məlumatı paylaşırsan, sosial mediada gizli təhqirlər yazsan, bunlar hamısı vasitəli bullyingə aiddir. Məsələn, deyirəm ki, bir şagird digərinin haqqında sinifdə yalan məlumat yayır. Nəticədə hamı uşaqlar, yəni o şagirddən uzaqlaşır. Bu vasitəlidir də. Yəni məlumat yayırsa, bu özü yaymır. Kimlərinsə vasitəsilə bu hadisə baş verir. Bu aid olacaq vasitəli bullyingə. Daha sonra xüsusi növ bullying var. Xüsusi növ bullyingdə kiberbullying deyilir. Kiber bilirsiniz ki, internet və texnologiya vasitəsilə edilən bullyingdir. Yəni harda baş verə bilər? WhatsApp, Telegram, Instagram, Facebook, TikTok, yəni bu kimi platformalarda baş verir. Hansı ki, kiberbullyingin nümunəsini deyər ki, tutaq ki, deyirlər ki, link gələcək, açmayın. Mesajlar gələcək, oradan sizə link göndərəcəklər, açmayın. Açan kimi bütün kart məlumatlarımızı daxil olacaqlar. Bəzən deyirlər yanlışdır, amma bu doğrudur. Çünki telefonu biz qeydiyyatdan keçən zaman müxtəlif e-mail adreslərə qeydiyyatdan keçir. O linklərdən mail təsdiq elədikdən sonra artıq bütün məlumatlarımız onlar hakerləri də kiber olduqlarına görə onları əldə edə bilirlər. Ona görə də bəzən deyirlər ki, təhqir mesajları göndərirlər, şəkil videolara icazəsiz paylaşırlar. Yəni başqasının şəklinə başqa bir səhifədə paylaşırlar. Sözlər yazırlar, saxta hesablar açmaqdır, şaya yaymaqdır, qrup chatlarla kimisə uzaqlaşdırmaqdır, utandırıcı montajların edilməsidir. Bunlar hamısı kiberbullyingin nümunələrdir. Kiberbullying təhlükəsi zamanı ümumiyyətlə daha təhlükəli ola bilər, çox təhlükəli ola bilər. Çünki 24 saat davam edə bilər, çox müddət davam edə bilər, çox insan onu görə bilər və məlumat tezliklə yayıla bilər. Yəni silmək biraz çətin ola bilər. Yəni
Bunlar hamısı nədir? Bunlar hamısı kiberbullyingdir. Məsəl üçün deyirəm ki, məktəbdə edilən təhqir məktəbdən sonra bitə bilər. Amma internetdə paylaşılan video gecə də olsa, gündüz də olsa insan onu evdə izləyə bilər. Məsələn, şagird bir-birini sinifdə təhqir edirsə, bu təbii ki, sinifdə qalacaq və sabah gələndə davam edə bilər. Amma hər hansı bir internet üzərində olan paylaşılmış video, məsəl üçün bu məlumat paylaşırsa, bu tez bir zamanda həm yayılacaq, həm də insanlar tərəfindən izləniləcəkdir. Ümumiyyətlə, bullying belə deyək ki, qurban tələb edir. Qurbanlar üzərində təsir, yəni bullyingin təsiri çox ağırdır. Psixoloji təsirlər edə bilər. Depressiya, qorxu, stres, özünə inam itkisi, tənhalıq, narahatlıq, panik atak. Təhsil tərəfindən baxanda biz onu görərik ki, dərsə maraq azalacaq, şagirdin dərsə maraq azalacaq, maraq azaldıqca oxumayacaq, oxumayacaqsa da qiyməti düşəcək. Daha sonra məktəbə getmək istəməyəcək, o məktəbdə artıq bullyingə məruz qalır, istəməyəcək, artıq sinif yoldaşlarını sevmədiyi üçün getməyəcək, digər problemləri yaradacaq, sosial, yəni dostları ondan uzaqlaşmış olacaq. Yəni insanlara güvənməkdə çətinlik çəkəcək, ünsiyyət qurmaqdan qaçacaq. Yəni fiziki təsirlər ondan ibarətdir ki, yorğunluq ola bilər, baş ağrısı ola bilər, yuxusuzluq, iştahsızlıq və s. Yəni ümumiyyətlə bullying edən şəxsin xüsusiyyəti biz yenə deyək ki, ona biz bully deyirik. Yəni bullying edən şəxsə bully deyirik və hər bullying edən şəxsin xarakteristikası eyni olmur. Bəzən özdə zorakılıq görmüş ola bilər. Məsələn, tutaq ki, hər kəsin bir psixologiyası var da. Tutaq ki, məsəl üçün, mən bullying görən bir şəxsəm və mən böyüyəndə müəllim olmuşam və qarşıma çıxan hər kəsə özüm onun təsiri altındayam və hamıya onu yeridirəm. Yəni mən beynimdə, şuur altımda nə varsa onu qarşı tərəfindəkinə çatdırıram. Mən özüm bullyingə məruz qalmışamsa, qarşı tərəfindəkinə də bullyingə məruz edirəm. Yəni məcbur edirəm, zorakılıq edirəm. Sən bunu etməlisən, məcbursan. Məsəl üçün, müəllimlərim məsəl üçün həmişə deyirlər ki, yazı yazarkən, məsəl üçün, birinci sinifdə olur ən çox bu, yazı yazarkən həmişə sağ əllə yazırıq. Amma elə uşaqlar var ki, sağ əllə yaza bilmir, sol əllə yazırlar. Və deyirlər ki, həmən şagirdin sol beyni daha yaxşı inkişaf edir. Yəni sol əllə yazmır, müəllim məcbur edir, sən sağla yazmalısan. Bunun özü də bir bullyingdir. Yəni demək istədiyim ondan ibarətdir ki, biz bullyingi artıq kiçik yaşlarından şagirdlərə tətbiq edirik. Əslində bu sərbəstdirsə sən sağ, mən solla yazıramsa sağ deyirsinizsə, sağla yaza bilər, solla yaza bilər. Müəyyən yaş dövründən sonra özü dəyişmək istəyəcək bunu. Yəni biz bunun şagirdi olmuşuq. Yəni özü zorakılıq görmüş şəxs nə edir? Diqqət istəyir, yəni emosiyalarını idarə edə bilmir, empatiyası zəif olur, amma onun davranışına artıq haqq qazandırmır. Həm özü bullying görmüş şəxs də o görülən şeyə haqq qazandırmıraq, eyni zamanda qarşıdakına da bullying edir. Deməli, bullyingə məruz qalan uşağın davranışları, müəllimlə valideyn buna diqqət etməlidirlər. Yəni, müəllim bullyingin müəyyən edilməsi hissəsində danışıq. Müəllim və valideyn buna diqqət etməlidir. Şagirdin öz içinə kapandığını görəcəklər, müxtəlif tədbirlər görə bilərlər. Görəcəklər şagird məktəbə getmək istəmir, tez ağlayır, telefonu gizlədir, qiymətləri aşağı düşür. Yəni tez qorxur. Bu bullyingdir. Yəni bullyingin müəyyən edilməsi, yəni təhlükəsizlik mühiti yaradılmalıdır. Yəni uşaq bilməlidir ki, onu qarşı tərəf onu dinləyəcək, onu günahlandırmayacaq, onu qoruyacaqlar. Əgər uşaq danışmağa qorxursa, deməli gizli problemlər gizli qalacaq və gizli qalan problemlər böyük problemlərə yol açacaq. Əgər uşaq danışmağa qorxursa, problem gizli qalır. Bəli, yəni məktəb heyətinə əməkdaşlıq lazımdır. Şagirdin üzərinə müəllimin, psixoloqun, yəni direktorun, valideynin bunlar birlikdə işləməlidir. Yəni bullying təkcə bir müəllimin problemi deyil. Eyni zamanda buradan yenə deyirəm ki, valideyn də, direktor da, psixoloqdur. Bunlar da əməkdaşlıq edərək bunu aradan qaldırmalıdırlar və bu vacibdir. Şagirdin ümumiyyətlə davranışı, münasibəti mütəmadi olaraq izlənməlidir. Yəni valideyn nə etməlidir? Valideyn uşağını dinləməlidir, onu günahlandırmamalıdır, məktəblə əlaqədə olmalıdır. Yanlış valideyn reaksiyası verib özün, yəni fikir vermə, zəif olma,
yəqin şagirdin üzərinə gedə bilər. Bu uşağın vəziyyətini daha da ağırlaşdıra bilər. Kim nə deyirsə desin belə. Yəni özün həll et. Özü həll edə bilirsə sənə niyə desin? Zəif olma. Zaten zəifdir ki, bacara bilmir ki, sənə deyir də. Yəni bu kimi sözlər uşaqların vəziyyətini daha da ağırlaşdırır. Və məsəl üçün esse yazdırmaq var. Esse yazdırmaq şagirdlərin ümumiyyətlə bullying haqqında fikirlərini yazanda müəllim bəzən problemini anlaya bilir. Yəni essedə bir növ nə edir? İpucu vermiş olur və müəllim onun nəticəsini anlaya bilir. Amma bir anonim sorğu var. Anonim sorğu zamanı uşaqlar açıq danışmağa qorxur və anonim anketlər vasitəsilə bunun problemləri aşkar oluna bilər. Adi biz məktəblərdə anonim vərəqlər veririk ki, hansı müəllimsə qarşı daha yaxşı rəftar edir, hansı daha yaxşı dərs keçir. Şagirdlər əslində orada yəni bilinmir ki, bunu hansı şagird yazıb, yəni adsız şəkildə sorğular keçirilir. Yəni bullyingin qarşısını almaq üçün, yəni bullyingin qarşısını almaq üsulları var. Yəni empatiya. Yəni empatiya nədir? Özünə qarşı tərəfi özünü onun yerinə qoymaq. Yəni özümü onun yerinə qoyuram. Yəni uşaq əgər başqanın hissini anlayırsa, bullying azalır. Mən qarşımdakına davamlı olaraq bullying edirəm. Mən hiss eləsəm o necə hiss keçirir, ona görə də empatiyanı öyrətməklə bullyingin qarşısını almaq olar. Məktəbdə qaydalar yaratmaqla, məktəbdə açıq şəkildə bildirilməlidir ki, şagirdlər arasında təhqir olmaz, zorakılıq olmaz, sosial təcrid olmaz. Yəni şagirdə də aiddir, yəni müəllimə də fərqi yoxdur. Yəni bu kimi qaydalar əvvəlcədən bildirilməlidir. Müəllimin davranışına müəllim özü ümumiyyətlə şagirdlər arasında ayrı-seçkilik etməməlidir. Şagirdi alçaltmamalıdır. Yəni hörmət nümunəsi göstərməlidir. Yeni bir qaydalar var ki, yəni şagirdə bir növ təhqir etsə cərimə ediləcək müəllim. Yəni psixoloji dəstək göstərmək lazımdır. Bullyingə məruz qalan şagird ümumiyyətlə psixoloji dəstək verilməlidir. Bu da məktəbin psixoloqu tərəfindən, sinif müəllimi tərəfindən aparılması məqsədə uyğundur. Şagirdlərə öyrədilməlidir ki, yəni şəxsi məlumatları paylaşmaq olmaz. Yəni tanımadığı insanlara cavab vermək olmaz. Təhqir mesajları yazmaq olmaz. Kiminsə ekran görüntüsünü saxlamaq olmaz. Yəni təqdirlayiq hal deyil. Yəni mənim üçün əsas bunlar bundan ibarətdir ki, əgər sən bu mövzunu müəllimlərə, yəni müəllim olaraq şagirdlərə qaydaları izah eləyirsənsə, ay uşaqları bu belə etmək olmaz. Yəni şagird deməlisən ki, sən onun yerində olsan nə hiss edərsən? Özün necə hiss edərsən? Yəni belə deyək ki, sən danışa bilmirsən, davamlı şəkildə danışa bilmirsənsə, yəni sən özünü onun yerinə qoy. Gör, yəni şagird birdən-birə sakitləşirsə, qrup işindən qaçırsa, sosiallaşmaqdan qaçırsa, məktəbə gəlmək istəmir, tənəffüsdə bir kənarda tək qalır, həmişə narahat görünür. Bilin ki, bu şagird bullyingə məruz qalıb. Yəni bu zaman nə etməliyik? Biz müəllim olaraq şagirdlə danışmalıyıq, şagirdi dinləməliyik, məxfiliyini qoruyacağımıza söz verməliyik, valideynlə əlaqə saxlamalıyıq və onu psixoloqa yönləndirməliyik ki, mövcud problemi həll edək burada. Məsəl üçün, mən şagirdə desəm ki, özün həll et. Tutaq ki, şagird sinifdə oxuyur, görürəm bullyingə məruz qalıb, yekə uşaqsan, özün həll etməlisən. Yəni onu günahlandırmağa başlayaram, hamının yanında başlayaram sinifin içərisində müzakirə etməyə. Hətta bullying edən şəxsi müdafiə etməyə başlayaram. Bu doğru deyil. Əksinə, bu şagirdi daha da uçuruma apara bilər. Yəni real həyatdan gələn nümunədədir ki, bir şagird kənddən şəhərə köçür və qarşı danışıq tərzi biraz fərqli olduğuna görə sinif yoldaşı ona gülürlər. Başlanğıcda əslində uşaqlarla zarafat edirlər, amma sonradan həmin uşaq danışmağa artıq utanır. Tutaq ki, şagird köçüb, məsəl üçün, Qazax Ağstafa bölgəsinə, şagird, məsələn, oranın ləhcəsi daha fərqlidir də. Məsəl üçün, Gəncə bölgəsində hər bölgəmizin özünün ləhcəsi var da. Məsələn, Lənkərandan fərqi yoxdur. Şəhərə köçüb deyən, onun ləhcəsi bilinir və şagirdlər ona gülürsə, deməli, bu nədir? Bu verbal bullyingdir. Və yaxud da deyirəm ki, bir şagird eynək taxdığı üçün bir qıza nənə deyirlər. Sən nənəsən, qocalmısan, eynək taxsın. Qız artıq nə edir? Sinifdə cavab verməyə utanır.
Başını qaldırmır ümumiyyətlə. Yəni özünə çirkin hesab edir. Yəni eynək taxdığına görə özündən utanmağa başlayır. Bu həm verbullyingdir, həm sosial bullying hesab olunacaq. Və yaxud da ki, deyirəm ki, bir uşağın videosunu gizlincə çəkib TikTokda paylaşıldı. Gündəmimizdə belə bir videolar çoxdur, sinif yoldaşım paylaşanlar, hamı da ona gülürlər. Bu artıq kiberbullyingdir. Ümumiyyətlə, bullying uzunmüddətli təsirləri olur. Yəni uşaq yalnız böyüyəndə də insanlara güvənə bilmir. Onda da təsir edir. Sosial qorxu yaşayır, özünü dəyərsiz hiss edir, ünsiyyət qurmaqdan, hamıdan uzaqlaşır, çətinlik çəkir. Ümumiyyətlə, bullying, yenə deyirəm, zarafat deyil. Ciddi psixoloji zorakılıq hesab olunur, insan həyatını məhv edə bilir. Buna görə də məktəb, ailə, müəllim, psixoloq, cəmiyyət hamı birlikdə bullyinqə qarşı mübarizə aparmalıdır. Daha sonra bunu deyə bilərik ki, bizim bullying mövzumuz keçməkdə məqsədimiz ondan ibarətdir ki, təhlükəsizlik şəraitdə, sağlam məktəb mühitində şagirdləri dərsə cəlb etmək. Hər bir şagird özünü, fikrini sərbəst deməyi bacarmalıdır, alçaldılmamalıdır, qorxmamalıdır. Yəni, bullyingin qarşısını almaq cəza ilə yox, həm də biz onu düzgün tərbiyə eləyərək, empatiya göstərərək, yəni hörməti öyrədərək, sağlam ünsiyyət, psixoloji dəstək verərəkdən bullyingin qarşısını ala bilərik. Bir sözlə, bullying bir insanın bir növ həyatını dəyişə bilər. Yəni ona görə də insanlar bir-birinə ehtiyatla, hörmətlə, anlayışla davranmalılar. Bəzən baxırsan ki, insan günümüzdən götürək bir-birinə söz demək istəyirsən, amma deyə bilmirsən. Deyirsən, əşi, qarşındakı qəlbinə deyərəm. Yəni, məsəl üçün, sən düşünürsən, qarşındakını düşünürsən, amma qarşındakı birdən sənə elə cümlə ilə ifadə edir ki, bunun özü də bir bullyingdir. Sən düşünmür ki, sən özünü necə hiss edərsən deyə. Yəni, bullying anlayışı, yəni bullying növü, bullying səbəbləri, nəticələri, eyni zamanda kiberbullying, müəllimdən real həyatda nümunələr, hamısının haqqında demək olar ki, geniş şəkildə izah verdim. Yəni kitabdan da oxuya bilərsiniz bunu və hər zaman bunu vurğulayıram ki, oxuduğunuz zaman müəyyən qeydlər aparın ki, öyrəndikləriniz yadınızda daha yaxşı qalsın.